bizim əfsanəvi müxbirimiz və artıq əfsanəvi redaktorumuz Hürü Əliyeva Balakən rayonundaydı. Talalar kəndinin Talalar kəndini çəkib, talaları mərkəzlə bağlayan yol dağılıb, bərbad vəziyyətdədir də. Və həmçinin elə qəsəbə daxili yollar da elədir ki, orada elə tozdan, dumandan yayda oturmaq olmur. Qışda da ki, təsəvvür edin ki, qar və yaxud da ki, yağış yağanda nələr baş verir. Hürü Əliyeva danışır. And olsun Allaha bura qucağımızda gətirir. Körpə uşaqlardır da indi yarımcı sinifə gedir. Oradan gəlib. Balakən rayonu Talalar kəndindəyik. Sakinlərin şikayəti yollarının bərbad vəziyyətdə olmasındandır. Xüsusilə qış aylarında bura palçıq olur ki, yoldan keçmək də mümkün deyil. Düşünsək ki, burada 150-dən çox ev, 500-dən çox insan yaşayır. Sakinlər bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, amma hələ ki onların dərdinə əlac edən tapılmayıb. Kənddə 150-160-a qədər ev var. Hardasa 550-600 nəfərə qədər də adam yaşayır. Hamı bu yoldan istifadə edir. Məktəbə gedən uşaqdır, böyükdür, kiçikdir. Heç bir maşın gəlməyə istəmir bura, taksi yəni bir lazım olanda. Hər il yollar bəlkə 3-4 dəfə bu vəziyyətə düşür. Gəlirlər bir balaca qum, şebel tökülür. 2 gündən bir balaca yağış yağdı, yenə bu vəziyyət. Ya qışdır, yaydır. Ümumiyyətlə tozun əlindən bu kənddə həyatda oturma olmur. Bəlkə yayda bir gəlib görən olsa, həyata yəni girmək mümkündür. Toz baş alıb gedir. Ya yayı düzgündür, ya qışı düzgündür, ya yazı düzgündür. Hər yağışdan sonra eyni vəziyyətdir. Bugünkü gündə hava açılıbdır, özünüz görürsünüz. Yəni yağış yağanda buradan ümumiyyətlə heç nə işləmir. Mən məsələn böyük texnika sürürəm, zorla çıxıram. Yəni mümkün deyil. Yəni buranın asfalt tökülməsə bu yol düzələn deyil. İndi mən deyə bilmirəm ki, burada insanlar özləri yola çınqıl töksünlər. Çünki yollar nə endədir, maşallah kəndin içidir, kənddən çıxan yoldur. Bu yola nətər, necə? Özdə asfaltın qalıqları var, ya asfaltda ya da çınqılın qalıqlarıdır. Yəni bunu vətəndaş eləyə bilməz. Çünki burada çox böyük xərclər var. Vətəndaşın qaldıra bilməyəcəyi xərclərdir, amma bələdiyyənin və icra hakimiyyətinin baş edə biləcəyi xərclərdir. Elə ikisindən də açıqlamamız var. Əraziyə bir daha bələdiyyə ilə birgə baxış keçirilib və ora qum çınqıl tökülərək ərazinin hamarlanması təmin olunmuşdur. Hardasa oktyabr ayı ərzində. Ondan sonra bildiyiniz kimi havalar yağıntılı keçdiyi üçün yolda müəyyən çuxurlar yaranmışdı. Bununla bağlı da bələdiyyə tərəfindən əraziyə bir daha baxış keçirilib, cari təmir işlərinin görülməsi nəzərdə tutulmuşdur. Düzdür, vətəndaşlar bu dəqiqə tələb edirlər ki, həmin əraziyə asfalt vurulsun. Asfalt bilirsiniz ki, biraz maliyyə vəsait tələb edən layihədir və bununla bağlı Talalar Bələdiyyəsinin mülkiyyətində olduğu üçün yol hazırda bələdiyyənin büdcəsində yetərincə vəsait olmadığından onların müraciətinin həlli imkan xərcindədir. Düzdür, indi bələdiyyə yeni layihələr üzərində işləyir, istəyir ki, bələdiyyə büdcəsini formalaşdırsın. Onunla bağlı istəyir ki, növbəti tədbirlər planında həmin yolun layihəsini, asfalt layihəsini saldırsın. Həmin adlı çəkilən yol mütəmadi olaraq bələdiyyə tərəfindən qırma daş, qum tökülərək hamarlanır. Son zamanlar oktyabr ayında həmin əraziyə qırma daş, yəni şəbən tökülərək hamarlanmışdır. Lakin qar, yağış yağması nəticəsində yol yenidən xarab olmuşdur. İndi yolun qurumağını gözləyirik, havaların açılmağını gözləyirik. İnşallah havalar açılandan sonra yenidən həmin yolun qırma daş tökülərək hamarlanması nəzərdə tutulmuşdur. Amma asfaltlanma hələ ki nəzərdə? Xeyr, asfalt layihəsi həmin ərazi üçün ərazi böyükdür. Yəni hal-hazırda bələdiyyənin bir büdcəsi yoxdur, ora asfalt vurulası kimi. Bəli, bələdiyyənin də gücü o qədər çatmaz. Çünki maşallah, baxın, yollar necə enlidir. Amma bu çınqıl məsələsi elədir ki, mən başa düşürəm vətəndaşımızın narazılığını, amma çınqıl məsələsi elədir ki, bir yola bir dəfə yox, bir 5-6 dəfə bəlkə çınqıl tökmək lazımdır ki, tam olaraq otursun.
getsin də axıra qədər palçığın o başlayan yerinə qədər otursun, ondan sonra çınqıl qalacaq üzdə və palçığın içinə gedib batmayacaq. Bu, bələdiyyə və icra hakimiyyəti əl-ələ verib bu işi daim mütəmadi olaraq eləməlidir. Deyək ki, tökdü çınqılı, 5-6 ay keçdi, məsəl üçün, və yaxud da ki, neçəsə ay keçdi, yağış yağdı, gördün, oturdu, bir də gətirib üstündən dökmək lazımdır, bir də. Ən azından asfalt salınana qədər bu cür insanlar yola versin də, yəni hərəkət edə bilsinlər. Çünki bu, yəni müasir kənd yolları deyil də, xüsusən o bir görür, bu talalar o heç, bu yol isə ümumiyyətlə dəhşətdir, palçıqdır da, dizə qədər palçıqdır. İndi insanlar bu cür yaşamamalıdır. Umud edirəm ki, Balakən rayon icra hakimiyyəti də, bələdiyyə də, talaların bələdiyyəsi də bu məsələyə diqqət yetirər. Çünki Hürriyə Əliyeva məsələ ilə bağlı yenə də araşdırmasını davam etdirəcək.